Sevgi yalandır, sevgiyə inanmıram, sevgi boş şey deyənlərin nəzərinə. Əgər bir insanın sevərək ailə qurub qurmadığını bilmək istəyirsinizsə, ilk baxdığınız yer əldə sərçə barmağının bu hissəsidir. Burada bir cizginin olması, bir xəttin olması bu insanın sevərək ailə qurma ehtimalını göstərir. Ailə qurub qurmayacağını xəttin davamından görürük. Əgər xətt uzanırsa, təqribən belə uzanırsa, bu ailə qurma ehtimalının daha da yüksək olduğunu deyilir. Əgər üzərində belə xəttlər varsa, yəni ki, sevgi cizgisini keçməyən xəttlər varsa, bu da bu ailədən olan uşaqların sayını göstərir. Əgər xətt buradan keçərsə, bu da o deməkdir ki, sevərək evlənə bilməyəcəyi anlamına gəlir. Sevərək evlənə bilməyənlərin də bir əlamətini sizlərlə paylaşmaq istəyirəm. Talih cizgisi, həyat cizgisinin içərisindən çıxması, təqribən belə bir talih cizgisinin olması, həyat cizgimizdə bu cizgi. Təqribən belə bir kombinasiya. Əgər belə olursa, bu insan da sevir, sevdiyinə də qovuşa bilmir deməkdir. Bəs sizin sevgi cizginiz varmı?